Sifətin aşağıda göstərilən cəhətlərdən biri saya aid edilə bilməz. Cümlədə əsasən təyin olması, bəli, sifət də, sayda da cümlədə təyin olurlar. İsimdən əvvəl işlənməsi, bəli, ikisi də isimdən əvvəl işlənir. İsmə aid şəkilçilər qəbul etməsi, isimlə bağlı olması, isimlərdən və feillərdən düzəlməsi. Bax, isimlərdən və feillərdən saylar biz demişik ki, yalnız saylardan düzəlir. İstisna hansı sözlərdə? Əvvəl, axır, son, filan. İstəyirsən su içməyə gedir. Aha, əvvəl, axır, son filan sözlərində isə bunlar başqa nitq səsindən düzəlir. Amma saylar hər zaman bir mənalı şəkildə saydan düzəlir. Ona görə də doğru cavab Y olacaq. İsmi aid şəkilçilər hər ikisi də qəbul edə bilir, isminə də bağlı olur. 16. Gözü tox adamdan xoşum gəlir. Səhvi müəyyən edən sifətdir. Gözü tox sifətdir. Mənasına görə keyfiyyət bildirən sifətdir. Bəli. Birinci tərəfi mənsubiyyət şəkilçili isim. Bəli. İkinci tərəfi sadə sifətdir. Bəli, doğrudur. Onun gözü tox deyirik. Bir düzəltmə, bir sadə sözün köməyi ilə əmələ gəlmişdir. Xeyr. Gözü tox sözündəki ün mənsubiyyətdir. Gözlə tox sözü ikisi də sadə sözdür. Orada düzəltmə yoxdur. Ona görə doğru cavab 16-da C.